Azərbaycan Birinci Dünya Müharibəsi illərində dünyanın yenidən bölüşdürülməsi, xam mal bazası, satış bazarlarının ələ keçirilməsi uğrunda mübarizə hərbi siyasi bloklar arasında ziddiyyətləri kəskinləşdirdi. 1914-cü ildə onlar arasında Birinci Dünya Müharibəsi başladı. Müharibə hər iki blok üçün işğalçılıq məqsədi daşıyırdı. Onların hərbi planlarında mühüm geosiyasi mövqedə yerləşmiş Şimali və Cənubi Azərbaycan, xüsusilə Bakı nefti əhəmiyyətli yer tuturdu. Əvvəlcə Birinci Dünya müharibəsinə dünya tarixindən istinad edək. Bilirik ki, Birinci Dünya müharibəsi 1914-18-ci illəri əhatə edibdi. Avstriya-Macaristan vəliəhdinin Serb milləti tərəfindən öldürülməsi Birinci Dünya müharibəsi üçün bəhanə olubdu. Əsas məqsəd isə dünyanı yenidən belə deyək də bölüşdürmək, xam mal bazası, satış bazarı ələ keçirmək uğrunda, ərazilər ələ keçirmək uğrunda mübarizə olub. Yəni iki blok olubdu, Antanta bloku və Üçlər İttifaqı. Antanta blokuna daxil idi İngiltərə, Fransa, Rusiya. Üçlər İttifaqına daxil idi Almaniya, Avstriya, Macaristan və İtaliya. Bu iki blok arasında mübarizə kəskinləşir və Avstriya Macaristanın Serbiya müharibə elan etməsi ilə Birinci Dünya müharibəsi başlamış olur. Və biz bilirik ki, 1828 Türkmənçay müqaviləsindən sonra biz Rusiyanın işğalı altındayıq, yəni Rusiyanın müstəmləkəsi olduğumuz üçün Birinci Dünya müharibəsində də Rusiyanın tərkibində döyüşmüş oluruq. Demək, müharibədə xarici dövlətlərin əsas məqsədlərindən biri də Bakı nefti olubdu. Müharibə Azərbaycan milli hərəkatının inkişafına mühüm təsir göstərib, Osmanlı dövlətinin müharibəyə qoşulması bu təsiri daha da gücləndiribdi. Türkçülük, İslamçılıq ideyaları Çar Rusiyasının müstəmləkə əsarətinə qarşı aparılan mübarizənin genişlənməsinə səbəb olubdu. Müharibədə Osmanlı dövlətinin məqsədlərindən biri Turançılıq ideyalarının həyata keçirilməsi idi. Turançılıq nədir bəs? Turançılıq türk xalqlarının birliyinin yaradılmasını əsas hədəf seçən siyasi hərəkatdır. Bu hərəkat 20-ci əsrin əvvəllərində Azərbaycan və Tatar ziyalıları tərəfindən yaranmış, gənc türklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövlətində də geniş yayılmışdı. Demək, müharibə Azərbaycan milli hərəkatının inkişafına mühüm təsir göstəribdi. Turançılıq ideyalarının həyata keçirilməsi Osmanlı dövlətinin məqsədlərindən biri olubdu. Ona görə də Osmanlı dövləti Şimali Azərbaycana, həmçinin digər türk müsəlman xalqlarının yaşadığı ərazilərə öz nümayəndələrini göndərmiş, onların Çar Rusiyasına qarşı mübarizəsinə kömək etmək üçün addımlar atmışdı. Burada da mənbədə Türkiyə ilə Rusiya arasında müharibənin gedişi Azərbaycanda güclü əks-səda doğurdu. Müharibə Azərbaycanda türkçülük, İslamçı ideyalarını gücləndirir. Bu dövrdə keçmiş Difai Partiyasının üzvləri ilk müstəqil Qafqaz dövləti yaratmaq məsələsini müzakirə etdilər. Fətəli xan Xoyskinin qardaşı oğlu Aslan xan Xoyski 1915-ci ilin fevralında gizli şəkildə sərhədi keçərək Ənvər Paşanın Ərzurumdakı qərargahına getdi. Bu səfərin məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek Dağıstan əhatə edəcək bir cümhuriyyətin qurulması üçün Osmanlı dövlət başçılarının razılığını almaqdan ibarət idi. Ənvər Paşaya təqdim olunan layihə Azərbaycan Osmanlı dövləti ilə birləşməsindən daha çox müstəqil bir dövlət kimi qurulması prinsipi əsas götürürdü. Mənbədə diqqət edərik. Demək, Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa, demək Ənvər Paşa kimdir? Osmanlı dövlətinin hərbi naziridir. Qafqaz cəbhəsindəki döyüşlərə böyük ümid bəsləyirdi. O buradakı hərbi əməliyyatlara şəxsən özü komandanlıq edirdi. Şəkildə də Ənvər Paşanı görürük. Demək, Osmanlı hərbi qüvvələri Cənubi Azərbaycana daxil olmaq, oradan Bakıya hücum edərək Xəzər dənizi sahillərini Rus qoşunlarından azad etmək istəyirdi. Demək, Osmanlı nə istəyir? Cənubi Azərbaycana daxil olmaq, oradan Bakıya hücum etmək və Xəzər dənizi sahillərini Rus qoşunlarından azad etmək istəyirdi. Bununla da Qafqaz cəbhəsindəki Rus qoşunları mühasirəyə alınmalı idi. Demək, kimləri mühasirəyə almalı idi? Qafqaz cəbhəsindəki Rus qoşunlarını. Lakin 1914-cü ilin dekabr 15-ci ilin yanvarında baş verən Sarıqamış döyüşündə güclü şaxtalı hava şəraitində Türk ordusu böyük itkilər verdi və məğlub oldu. Canlı qüvvə, texnika üstünlüyü də Rus qoşunlarının qələbə qazanmasına mühüm təsir göstərdi. Bu qələbədən az sonra Təbrizi tutan Rus qoşunları Osmanlı hərbi hissələrini Cənubi Azərbaycandan çıxışdırıb çıxartdı. Demək, Rus qoşunları bundan sonra Təbrizi tutur, Osmanlı hərbi hissələrini də Cənubi Azərbaycandan çıxışdırıb çıxardır.
Birinci Dünya müharibəsi Azərbaycanla Osmanlı dövləti arasında əlaqələrin güclənməsinə təkan verdi. İki qardaş xalq arasında yaxınlaşmaya səbəb olan amillərdən ən mühümü Şərqi Anadolunun Çar Rusiyası tərəfindən işğal edilməsi. Burada ermənilərin türk müsəlman əhaliyə qarşı soyqırım törətməsi idi. Şimali Azərbaycanda fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri bölgədə zərər çəkən əhaliyə maddi və mənəvi yardım göstərirdi. Çar hökuməti bu yardıma hər vasitə ilə mane olmağa çalışırdı. Lakin çətinliklərə baxmayaraq Azərbaycanlılar qardaşlıq köməyini əsirgəmir, hətta könüllü olaraq Osmanlı qoşunları tərəfində vuruşurdular. Azərbaycanlılar Çar qoşunları tərəfindən əsir alınan türklərə də yardım göstərir, öz həyatlarını təhlükə qarşısına qoyaraq onları qaçırılmasına çalışırdılar. Qardaş köməyinin təşkilatçılarından biri də Rəsulzadə olmuşdu. Hətta buna görə də o Çar hökuməti tərəfindən həbs edilmişdi. Müharibədə Azərbaycanlıların iştirakı ən vacib məqamlardan, diqqət olunması məqamlardan biri məhz burada diqqət edirik. Məlum olduğu kimi Çar Rusiyası Azərbaycanlıları hərbi xidmətə çağırmırdı və kişilər üzərinə hərbi vergi qoymuşdu. Deməli, kişilər üzərinə hərbi vergi qoymuşdu, Azərbaycanlıları müharibəyə hərbi xidmətə çağırmırdı. Hökumət bu yolla Azərbaycan türklərini silah işlətmək vərdişlərindən, döyüş təcrübəsindən məhrum etməyə çalışırdı. Hələ 1912-13-cü illər Balkan savaşları zamanı Azərbaycandan çoxlu sayda könüllünün Osmanlı tərəfindən döyüşməsi Çar hökumətini ehtiyatlı olmağa məcbur edirdi. Ona görə də Qafqaz cəbhəsində yalnız erməni və gürcü milli hərbi hissələri yaradıldı. Çar hökuməti Azərbaycanlılardan hərbi xidmətə yalnız ali zümrənin nümayəndələrini çağırırdı. Onlar hərbi məktəbləri bitirdikdən sonra zabit kimi ordu sıralarına cəlb olunurdular. Deməli, diqqət edək, Azərbaycanlılara güvənmirlər. Çünki 1912-13-cü illərdə gördülər ki, Osmanlıya nə qədər dəstək olurlar. Ona görə də Azərbaycanlıları müharibəyə çağırmırdı. Kişilər üzərinə hərbi vergi adlanan vergi qoymuşdu. Hökumət bu yolla Azərbaycan türkləri silah işlərinə vərdişlərini yayındırmaq istəyirdi. Müharibə dövründə Rus ordusunda bəy və ağa nəslindən olan 200-dən çox Azərbaycanlı zabit qulluq edirdi. Onlardan biri Rusiya ordusunun artilleriya general-leytenantı rütbəsinə qədər yüksələn Əlağa Şıxlinski idi. Əlağa Şıxlinski hansı vəzifədə yüksəlmişdi? General-leytenant rütbəsinə qədər artilleriya general-leytenant. Birinci Dünya müharibəsi dövründə Çar tərəfindən Rusiya dövlətinin paytaxtı Peterburqun toplarla müdafiəsi işi məhz ona həvalə edilmişdi. Deməli, Petrogradın qorunması, toplarla müdafiəsi nə rəhbərlik kimi tapşırılmışdı Əlağa Şıxlinskiyə. Topçuluq sənətini inkişaf etdirib kim? Bu Əlağa Şıxlinski. Və buna görə də Rus artilleriyasının tanrısı adlandırılan Şıxlinski hətta ordu komandanı olmuşdu. Daha bir Azərbaycanlı sərkərdə artilleriya general-leytenantı Səməd bəy Mehmandarov olubdu ki, Qərb cəbhəsində diviziya komandanı olmuşdu. Onun başçılıq elədiyi diviziya 1914-cü ilin payızında Polşada Alman qoşunlarına sarsıcı zərbə endirərək iki Rus ordusunun mühasirəyə düşmək rüsvayçılığından xilas eləmişdi. Bu qəhrəmanlığına görə də Səməd bəy Mehmandarova tam artilleriya general rütbəsi verilmişdi. 1915-ci ildə Səməd bəy Mehmandarov düşmənə qarşı döyüşlərdə fərqləndiyinə görə brilyantlarla bəzədilmiş müqəddəs Georgi silahı ilə təltif edilir. Baxın, silah Səməd bəy Mehmandarovdadır. Hansı silah? Müqəddəs Georgi silahı. Birinci Dünya müharibəsi illərində bu mükafata layiq görmüş cəmi 8 hərbiçi olubdu ki, onların arasında yeganə müsəlman olan da Səməd bəy Mehmandarov olubdu. Çarın yeganə müsəlman yavəri olan general-leytenant Hüseyin xan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyasına komandanlıq edirdi. Başqa bir Azərbaycanlı general İbrahim Ağa Vəkilov oldu ki, ordu qərargahında döyüş əməliyyatları xəritələrinin hazırlanması kimi vacib bir işə məşğul olmuşdu. İlk Azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbov 1916-cı ildə döyüşdə qəhrəmancasına həlak olmuşdu. Ölümündən sonra müqəddəs Georgi ordeninə təltif olunmuşdu. Müharibə başlayandan sonra Azərbaycanlılardan ibarət Tatar süvariləri yaradılmışdı. Müharibənin əvvəlində Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına çevrilməsə də, müharibə ölkəmizin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərmişdi. Neft sənayesində mövcud durğunluğu böhran əvəz edilmişdi. Bütün bunlara baxmayaraq, müharibə dövrünün Rusiyada çıxarılan bütün neftin böyük əksəriyyəti Bakının payına düşürdü.
Müharibənin əvvəlində özünü bitərəf elan edən Cənubi Azərbaycan, Qacarlar dövlətindən, xüsusən də Cənubi Azərbaycan ərazisi dünyanı yenidən bölüşdürməyə çalışan ölkələrin hərbi əməliyyatları meydanına çevrilmişdi. 1914-cü ilin axırlarında Urmiya istiqamətindən hərəkət edən Osmanlı ordusu Cənubi Azərbaycanın çox hissəsini tutdu. Türk hərbi komandanlığı Cənubi Azərbaycanda öz mövqeyini möhkəmləndirməyə çalışırdı. Lakin türk qoşunlarının Sarıqamışda Rus ordusu tərəfindən məğlub edilməsi Cənubi Azərbaycanda və Qafqazda möhkəmlənmək istəyən Alman-türk blokunun planını pozdu. Məğlub olan türk ordusu geri çəkildi. Zorakılıq meydanına çevrilən, sosial-iqtisadi çətinliklər qarşısında qalan, deməli, sosial-iqtisadi çətinliklər qarşısında qalan acılığa düçar olan yerli əhalinin 15% həlak oldu. Fevral Burja inqilabından sonra Rus ordusu Qacarların ərazisini tərk elədi. Belə şəraitdə ermənilər mərkəzi hökumətin gücsüzlüyündən istifadə elədilər. Onlar ruslar, ingilislərdən aldığı silahlardan müsəlman əhaliyə qarşı soyqırım törədərək minlərlə dinc adamı məhv elədilər. Belə soyqırımlardan ən dəhşətlisi də 1918-ci ilin mart ayında olan Urmiyada baş vermiş Urmu bəlasıdır.